Hər vaxtınız xeyir. Mən Əli Əhmədov Aqrar Sığorta Fondundan sizi salamlayıram. Həmişə olduğu kimi Aqrar Sığorta Fondunda fermerlərimiz üçün maraqlı yeniliklər barədə videolar hazırlayırıq. Bugün biz Azərbaycanda meyvə bağlarının sığortası haqqında danışacağıq. Məlum olduğu kimi Aqrar Sığorta Fondu artıq meyvə bağlarının sığortalanması mövsümünə başlayıbdır və biz bu barədə bugün sizə meyvə bağlarının sığortası ilə bağlı ətraflı məlumat verəcəyik. Məlum olduğu kimi Aqrar sığorta həm bitkiçilik, həm heyvandarlıq, həm balıqçılıq sektorunu sığortalayır. Bitkiçilikdə biz üç formada əkin sahələrini sığortalayırıq. Məhsul üzrə, ağac, kol üzrə və tinklər üzrə. Sonraki slayda keçək. Ümumilikdə Aqrar Sığorta Fondu 41 bitki və bitki məhsulunu sığortalayır. Bura həm meyvə bağları, həm tarla bitkiləri, bostan tərəvəz bitkilər, yemiki bitkilər və s. aiddir. Bunların bir hissəsi meyvələrdir. Meyvələr gördüyünüz kimi təqribən 20 meyvəni, meyvə dedikdə ağacda bitən məhsulları sığortalayır. Bura ənənəvi meyvələrdən başqa geri qayıdaq. Ənənəvi meyvələrdən başqa deməli qoz, fındıq və zeytun, badam kimi məhsullar da aiddir. Ümumilikdə 20-yə yaxın meyvə növü sığortalanır. Aqrar Sığorta Fondu, Aqrar Sığorta ölkəmizdəki bitkiləri və yaxud da meyvə bağlarını nədən sığortalayır? Ümumiyyətlə, bütün bitkilər, o cümlədən meyvə bağları iki zərflə sığortalanır. Bunun birincisi baza zərfi adlanır. Yəni, ümumi bir zərfə bu risklər daxildir. Bura aiddir dolu, fırtına, qasırğa, yanğın, sel su basma, sürüşmə, normadan artıq qar yağılması və heyvanların hücumu, bura quşların zərəri də daxildir. O cümlədən bağlara, eləcə də üçüncü şəxslərin hərəkətləri də aiddir. Bunlar hamısı baza zərfinə aiddir. Bundan başqa bitkiləri, o cümlədən meyvə bağlarını sığortalamaq üçün əlavə ödəniş etməklə başqa riskləri də almaq olar. Bura bitki xəstəlikləri, su təhlükəli zərərvericilərin yayılması hücumu, gövdə hissəsində yaranan miqdar itkisi, dolu riski nəticəsində yaranan keyfiyyət itkisi, şaxta vurma və leysan aiddir. Azərbaycanda bölgələr üzrə sığorta haqları fərqlidir, eləcə də məhsullar, meyvələr üzrə sığorta haqları fərqlidir. Sığorta prosesinin, meyvə bağlarının necə sığortalanmasını daha yaxşı izah eləmək üçün bunu sizə misallarla çatdıracağıq. Ölkəmizdə ən populyar olan bir neçə meyvə seçmişik və onların əkildiyi bölgələri seçmişik. Birincisi, Quba rayonunda alma məhsulu. Gördüyünüz kimi, misal göstərəcəyik sizə necə formalaşır sığorta haqqı, sığorta məbləği. Sığorta məbləği dedikdə həmin ərazidən gözlənilən məhsulun qiyməti başa düşülür. Bunu deməli əkin sahəsinin məhsuldarlıq və məhsulun qiymətini bir-birinə vurmaqla alınan məbləğdir. Məsələn, Qubada 1 hektar alma bağıdır. Bunun məhsuldarlığı 15 sentnerdir, yəni 15 ton alma gözləyirik biz buradan. Məhsulun qiyməti də 1 kiloqram üçün 50 qəpik, yəni 1 sentnerin qiyməti 50 manat götürmüşük. Bunun sığorta məbləği 7500 manatdır. Yəni, bu bağdan, 1 hektardan 7500 manat götürmək olar. Quba rayonu üçün deməli, sığorta məbləği, almanın sığorta məbləği 3,168% edir. Nəticədə sığorta haqqı baza zərfi üçün 276 manat verir. Yəni, 1 hektarda 7500 manatlıq alma yetişirsə, onun sığortası 276 manata başa gəlir. Amma bu, dövlətin də, fermerin də birgə ödədiyi məbləğdir. Məbləğin yarısını fermer ödəyir. Nəticədə fermer buradan cəmi 138 manat ödəyir. Qalan hissəni 138 manatı dövlət ödəyir. Yəni, biz burada belə baxsaq, deməli, fermer 7500 manatlıq almanı sığortalamaq üçün cəmi 138 manat ödəyir. Yəni, 1%-dən cüzi artıqdır. Növbəti məhsulumuza keçək. Burada biz Sabirabad rayonundakı nar məhsulunu misal göstəririk. Sabirabad rayonunda yenə də təxminən eyni qiyməti göstərə bilərik. Sabirabadda 1 hektardan 15 ton narın götürdüyünü gözləyirik. Ölkə üzrə məhsuldarlıqdan bir qədər artıqdır. Məhsulun qiyməti narı bağdan satanda təxminən 50 qəpik götürürük. Bu il qiymət fərqli olub, amma 50 qəpik misal üçün götürür. Burada da sığorta məbləği 7500 manatdır. Yəni, bu göstəricilərlə olan məhsul bağdan 1 hektardan 7500 manatlıq məhsul götürmüyorlar. Narın sığortası üçün sığorta tarifi olduqca kiçikdir. Sabirabad saatlı Milmuğan bölgəsində, burada saatlı kimi qeyd eləmişik, burada 1,65% edir. 7500 manatlıq məhsulun sığortası bu tariflə eləyir 124 manat. 124 manat ümumi məbləğdir. Bunun yarısını dövlət ödəyir 62 manatın, fermer isə cəmi 62 manat ödəməklə sığortalayır. Yəni 7500 manatlıq məhsulu cəmi 62 manata sığortalayır. 1%-dən də
az eləyir. Növbəti məhsula keçək. Şaftalı məhsulu ən populyar məhsullardan biridir. Ölkəmizdə son illər əkilir. Xüsusilə Xaçmaz rayonunda. Burada da təxminən eyni qədər məhsuldarlıq gözləyirik biz. Misal gətiririk 15 ton, amma qiyməti 1,5 manatdan götürürük. Deməli, 1 sentinerin qiyməti 150 manat. Burada sığorta məbləğini biz hesablayanda təxminən 24 min manat pul eləyir. 24 min manatın deməli Xaçmaz rayonu üçün tarifi 2,87% eləyir. Sığorta haqqı isə 646 manat eləyir. Yəni Xaçmazda 24 min manatlıq şaftalını sığortalamaq başa gəlir 646 manata. Bunun yarısını fermer ödəyir, yarısını isə dövlət ödəyir. Yəni 343 manata artıq o məhsulu sığortalamaq mümkündür. Nəhayət keçirik Cənub bölgəsinə. Cənub bölgəsində deməli Lənkəranda biz portağal sahəsinin sığortasına baxırıq. Mən burada səsləndirdiyim bütün məhsullar üzrə Aqrar Sığorta Fondu ödəniş edir. Yəni həm bu məhsullar sığortalanıb, həm də hadisələr olub ödəniş edilib. Lənkəran rayonunda da portağal məhsuluna baxanda 1 hektardan təxminən 12 ton, yəni 120 sentiner məhsul gözləyirik. Təxminən satış qiyməti 80 manatdır, yəni 1 kiloqramı 80 qəpikdir. Bunun sığorta məbləği 9600 eləyir. Sığorta tarifi isə 2,56% eləyir. Hesablayanda deməli 9600 manatlıq portağalı sığortalamaq 246 manata başa gəlir ümumi məbləğ olaraq. Bunun yarısını fermer ödəyir, yarısını da dövlət ödəyir. 123 manata. Olduqca kiçik məbləğdə gördüyünüz kimi, yəni bağa çəkilən illik xərci nəzərə alanda sığorta haqqı olduqca kiçikdir. Bəs hadisə baş verəndə ödəniş necə edilir? Hadisə baş verəndə 10% məbləğində azad olma nəzərdə tutulur. Bu o deməkdir ki, məsələn biz yuxarıdakı misalda çəkdik. 9600 manatlıq məhsul gözləyirik. Həmin 9600 manatlıq məhsul tamam məhv olsa, onun 10%, 960 manat çıxılır. Təxminən 8600 manatlıq məhsul məbləğ fermerə ödənilir. Bu ona görədir ki, fermerlər də öz təsərrüfatlarının qeydinə qalsınlar. Növbəti biz linkə keçək. Burada biz bayaq qeyd etdiyimiz kimi fermerlər öz bağlarını təkcə baza zərfi ilə yox, müxtəlif əlavə ödənişlər etməklə başqa istiqədən də sığortalaya bilərlər. Bunlar müxtəlif bölgələr üzrə fərqlidir. Biz sizə Xaçmaz rayonu üzrə ən çox meyvə əkilən şimal bölgəsi üzrə götürmüşük bunları. Məsələn, Şimal rayonunda gilas bağıdır. Onun 1000 manatlıq məhsulunu sığortalamaq üçün sığorta haqqı 40 manat eləyir. Onun yarısını fermer ödəyir, qalan yarısını dövlət ödəyir. Əgər fermer istəyirsə ki, gilası doludan keyfiyyət itkisindən də sığortalasın, onda əlavə 8 manat ödəməlidir. Əslində 16 manatdır onun qiyməti, amma 8 manatda dövlət ödəyir deyən fermer 8 manatdan kifayətlənir. Fermer əlavə şaxtadan da sığortalamaq istəyirsə, onda əlavə 7 manat ödəyir. Yəni ümumilikdə 1000 manatlıq gilası sığortalamaq üçün 35 manat ödəmək lazımdır hər 1000 manata görə. Növbəti məhsula keçək. Bu da populyar məhsullardan biridir. Aqrar Sığorta Fondu armud namına bağlı ödəniş eləyibdir böyük məbləğdə. 1000 manatlıq armud məhsulunu sığortalamaq 36 manat eləyir sığorta haqqı. Onun yarısını fermer ödəyir. Doludan keyfiyyət itkisindən sığortalamaq üçün əlavə 7 manat, şaxta vurmadan sığortalamaq üçün əlavə 13 manat. Yəni 1000 manatlıq armudu sığortalamaq bütün risklər üzrə təxminən 38 manat vəsait edir. Əslində bu 76 manat, amma dövlət onun yarısını ödədiyinə görə fermer cəmi 38 manat ödəyir. Keçək sonrasına. Bayaq xatırlatdığımız alma 36 manatdır. Baza paket fermer 18 manat ödəyir. Doludan keyfiyyət itkisi və şaxta vurmanın hərəsinə isə 7 manat ödəyir. Ümumilikdə 34 manat ödəməklə necə deyirlər, 1000 manatlıq almanı bütün əsas risklərdən sığortalamış olur. Keçək zəhmət olmasa. Yenə şaftalıya qayıtdıq. 1000 manatlıq şaftanın sığortalanması baza paketindən 14 manat eləyir. 28-ci yarısını fermer ödəyir. Doludan keyfiyyət itkisi 5 manat, şaxta vurma isə 10 manat. Əlavə bunları nəzərə alanda təxminən 30 manata bütün əsas hisslərdən sığortalaya bilirik. Gavalı da təxminən onun kimidir. Burada məhsulların necə deyərlər, sığorta mühit eyni olduğuna görə, şimal bölgəsi olduğuna görə, məhsullar da eyni tipli olduğuna görə onların demək olar ki, qiymətləri də sığorta haqları da üst-üstə düşür. Yenə də təxminən 30-32, təxminən 40 manata bütün əsas hisslərdən sığortalamaq olur gavalını. Və bizim ölkənin müxtəlif ərazilərində, Xaçmazda, Qəbələdə, Şəkidə, Qazaxda əkilən, geniş bağlarda əkilən fındıq bağının sığortası ucuzdur gördüyünüz kimi cəmi 14 manat eləyir 1000 manatlıq necə deyərlər məhsulun sığortası. Onun da
7 manatın fermer ödəyir. Yəni 7 manat ödəməklə 1000 manatlıq fındığı sığortalamaq olar. Yəni olduqca kiçik bir məbləğdir. Şaxta qorumaq üçün əlavə 5 manat ödəmək olardı. Yəni də 12 manat olduqca kiçik məbləğdir. Yəni 5 kilo fındığın qiymətinə 1000 manatlıq fındığı biz sığortalaya bilirik. Qoz məhsulunda da həminki kimidir. Çünki bunların özünün üzərində bir qoruyucu maddə var, qoruyucu bir qat var deyə. Ora kənar təsirlər, yəni bu qədər çox təsir edə bilmir. 1000 manatlıq qozun sığortalanması 24 manat ümumi məbləğdir. Onun yarısını fermer ödəyir, yarısını dövlət ödəyir. Çünki dövlət dəstəyi budur, 50%. Şaxta vurmada da yenə belə 8 manat ödəyir. Yəni 20 manata qoz bağını, bax 12, 8, 20 manata sığortalamaq olur. 1000 manatlıq qoz bağını bütün, necə deyərlər, əsas hissədən sığortalamaq olur. Biz sizə bugün meyvə bağları ilə bağlı əsas məqamları çatdırdıq. Növbəti videolarımızda digər sığorta növləri haqqında, ağacların, tinklərin sığortası haqqında, eləcə də burada yəqin gördünüz, doludan keyfiyyət itkisi haqqında maraqlı bir sığortadır. Onun da haqqında geniş məlumat verəcəyik. Aqrar Sığorta Fondunun sosial hesablarını izləyin. Növbəti videolarda görüşənədək salamat qalın.